Elə mövzular var ki, onların haqqında qəsdən özüm susuram ki, görək kiminsə yadına düşəcək yoxsa yox. Və çox təəssüf olsun ki, bunu mən deməsəm, demək olar ki, heç kimin yadına düşmür. Müğənni Rəqsanə İsmailova dələduzluq ittihamı ilə həbs olundu, sonra azyaşlı övladlarının olduğuna görə və digər hallara görə, nə bilim, dəymiş ziyanın bir hissəsini ödədiyinə görə və s. Azadlığa buraxıldı. Hər kəs azadlıqda olsun, heç kim həbsxanada olmasın. Bu yaxınlarda da amnistiya gözlənilir. 20 min civarında insana şamil ediləcək və bütün bağlı qapıların açılmağını arzu edirəm. Amma televiziyaların bir yol verdiyi nöqsan var. Nədir məsələ? Adam bu ittihamla deməli saxlanılıb, həbs olunub, sonradan müəyyən şərtlərlə azadlığa buraxılıb, amma siz ondan qəhrəman düzəltməyə başlamışsınız. Növbədir. Yəni nə bilim o çağırır, bu çağırır filan, nə bilim belə dəhşətli biabırçı bir vəziyyətdir. Nəyi təbliğ edirsiniz? Audio-vizual şura, hərif səhvi tutmaya aparıcılardan. Nəm okey demə, davay demə, demə də başa düşdüm o əla. Burası əla. Bəs bu adamlara niyə icazə verirsiniz? Televiziyaların canı çıxır ki, vətəndaşın sosial problemindən 2 dəqiqəlik bir material hazırlasın. Əgər səhv deyirəmsə, buradakı izləyicilər desin. Problemlərinizi mənə deyirsiniz. Əslində o televiziyalara deməlisiniz. Mən təkəm, amma onların hərəsinin 500-600 işçisi var. Amma nə baş verir? Bu kimi şəxslərin təbliğatı gedir televiziyanın üzərindən. 16, 17, 18, 20 yaşında, yəni hələ tam formalaşmamış yeniyetmə gənc baxır ki, ay qardaş, bu kim idisə 1 milyonluq ittihamla tutuldu, çıxdı, sonra da efirlərdən düşmür. Mən demirəm efir qadağası qoyun, onu özünüz bilərsiniz. Ən azından çağırmısınızsa bir sual verin, deyin ki, heç olmasa, yəni bu adam bir dilindən 2 kəlmə desin ki, bu yaxşı şey deyil, mən elədim, siz eləməyin. Çıxır, nə Quran oxudum, nə Tövrat oxudum, filan oldum. Bu məmurlar da belədir, qoluna qandal vurulan hamı, belə deyə, o dəqiqə Quran-Kərim yadına düşür. Bir daha deyirəm, Allah bütün bağlı qapıları açsın. Heç kimin, xüsusilə azyaşlı övladı olan bir qadının həbsdə olmağı yaxşı hal deyil. Mən zaten bu adamla bağlı rəğbətimin olmağını hələ 2013-cü ildə Aynəsin efirində demişəm. Amma reallıq var axı. Reallıq var. Yəni siz bunu çağırırsınız, jurnalistika adı ilə, nə bilim nə adı ilə siz bu adamı təbliğ eləyirsiniz. Adam da dələduzluq ittihamı ilə həbs olunub, bir daha qeyd edirəm, şərtlə azadlıqdadır. Bir dəfə soruşmusunuzmu ki, və yaxud da elə bir sual vermisinizmi ki, desin ki, məsələn, bu yaxşı hal deyil də, mən elədim, səhvdir, mən elədim, amma heç kim eləməsin və s. və ilaxır. Ancaq qəhrəman düzəldəsiz. Və dəfələrlə belə olur. Və hansısa bir sənətçi, sənətkar, nəysə, oxşar bir ittihamla içəri girir, çıxır və salam. Ondan sonra oldu Ded Xasan.